aşağı işləyir, yuxarı işləmir və ya yuxarı işləyir, aşağı işləmir soyuducuda, problemlərdən də biri soyuducuda qaz buraxma. Əgər siz də belə bir problem yaşayırsınızsa, demək soyuducular problemlərdən biri qaz buraxma ola bilər. Gəldik bu soyuducuya manometr qoyuldu. 2 saata yaxın gözlənilir. 2 saat sonra dəqiq diaqnostik eləmək üçün gözləmək vacibdir. 2 saat sonra gözlədikdən sonra nəticə soyuducunun içəri hissəsində qaz buraxma olmasa da setka hissəsində soyuducuda qaz buraxma var. Görürsünüz, manometr düşüb aşağı. Yəni bu belə manometr qoymaq onun üçündür ki, soyuducuda diaqnostika dəqiq olsun. Manometr qoyuldu, soyuducuya arxadan setka qoyulur. Gördüyünüz kimi filtri yeniləndi və R600 qazı ilə işlədiyi üçün 61 qram da R600 gedir. 61 qramın 30 qramı vurulubdur. Müştəriyə təhvil verəcək. Ünvanda təmir. Ehtiyac olsa müraciət edin.